Dostlar, kələm salatı hazırlayıram. Kələmi doğramışam. Tuzla qovdum. Biraz yumşaldı. Sonra burada 2 ədəd almadır. Yəni turş alma olsa daha yaxşı olar. Alma indi çıxır onsuz da. Sonra burada da 1 ədəd kökdür. Tyorkadan keçirmişəm. Çiğ formadadır. Çok qəşəng salatdır. Diyetə saxlayan xanımlarımız da çox rahatlıqla istifadə edə bilər. Burada da bir dənə xiyardır. Onu da yenə tyorkadan keçirmişəm. Sonra burada ağ reyhandır azca, bir də keşnişdir. Dostlar, qonağınız gələndə süfrəyə də hazırlayıb qoya bilərsiniz. Çox qəşəng dadlı salatdır. Sonra hardasa bir xörək qaşığı qədər də belə 2 xörək qaşığı duru yağ, zeytun yağı fərq eləməz. Hazırla vursaz olar. Sonra yarım dənə də limondur. Limonun suyudur. Bu da belə xanımlar hazırdır. İndi mən bunu qoyacağım soyuducuya. Hardasa bir saat belə qalsın, özünü tutsun. Ondan sonra verəcəm süfrəyə. Dostlar, hardasa 1 saata qədər qaldı soyuducuda. İndi servis edirəm. Belə. Mənim salatım, siz də hazırlayın. Yayın günüdür, çox qəşəngdir. Yayda da belə salatlar yemək çox yaxşıdır, xeyirdir. Həm vitamindir, içində hər şey var, belə. Siz də hazırlayın, nuş eləyin inşallah.